Salam dəyərli abituriyentlər, hər birinizi xoş gördük. Ümid edirəm ki, yaxşısınız. Mən sizin riyaziyyat müəlliminiz Dövran Cəfərov. Gündəlik olaraq qəbula düşmə ehtimalı yüksək olan misalların izahını diqqətinizə çatdırırıq. Təbii ki, bundan əvvəlki misalların, bundan sonraki misalların izahını görmək istəyirsinizsə, səhifəyə keçid edə bilərsiniz. Biz də vaxt itirmədən 35-ci sualın izahını verək. Təbii ki, misalımız tənlişlər sisteminə aid bir misaldır və ideal qəbul tipli bir sualdır. Tənlişlər sistemini həll etmək üçün biz bir neçə qaydadan istifadə edirik. Bunlar hansılardır? Tərəf-tərəfə toplamaq, çarpaz toplamaq və əvəz etmə üsullarını. İndi gəlirik 35-ci sualın izahına. Baxın, 2 dənə bizdə tənliş verilibdir. Biz birinci tənlişdə müəyyən eynilikləri apara bilərik. Necə bir eynilik? Bərabərliyin sağ tərəfindəki mənfi 2xy sol tərəfə keçirə bilərik. Bəs sol tərəfə keçirsək nə baş verəcək? Köçürək x kvadrat üzərinə gəlsin y kvadrat üzərinə gəlsin 2xy bərabərdir 5x. Qeyd etdik. Artıq diqqət yetirsək, bərabərliyin sol tərəfində müəyyən bir açılış alınıbdır. Həmin iki açılış bizdə x üzərinə gəlsin y-in mötərizə kvadratıdır. Və bu da bərabərdir 5x. İndi biz əvəz etmə üsulundan istifadə edə bilərik. Çünki niyə? Əlimizdə var ki, x üzərinə gəlsin y bərabərdir 10-a. O zaman gətirəm mötərizənin içərisinə 10 qiymətini verirəm. Onun kvadratı bərabərdir 100-ə. 100 də bərabərdir təbii ki 5x. Qeyd etdik. Buradan biz rahatlıqla x-in qiymətini tapa bilərik. X bərabər olur 100 bölsün 5, 20. X-in qiyməti oldu 20. Gətirəm x-in yerinə yazıram 20. Geriyə qalır y-in qiymətinin tapılması. Yuxarıda tənlişdə də bizdə verilib ki, x üzərinə gəlsin y bərabərdir 10-a. Yəni 20 üzərinə gəlsin y bərabərdir 10-a. Buradan da y bərabər olur mənfi 10-a. Y-in də qiyməti oldu mənfi 10. Geriyə nə qalır? Bunların hasilinin tapılması qalır. 20-ni vururam mənfi 10-a bərabərdir mənfi 200-ə. Cavabımız olur E variantı.